Salam uşaqlar, səhifə 98-i izah edirəm. Diqqətlə qulaq asın. 7-ci tapşırıq. Dairəvi diaqramda gözəllik salınan bir ayda 4 ustanın yanına 4 dənə usta var. 4 nəfər ustadır. Salona 500 müştərinin gəldiyi nəzərə alaraq suallara cavab verin. Gəlin baxaq. Birincisinə baxırıq. Ay ərzində hansı ustanın yanına da gəlin belə eləyək. Neçə müştəri gəlib? 500-ün. Rəvanə xanımı tapaq. Rəvanə. Neyinirik? 500-ün 30%-ni tapıram. Bölürəm 100-ə. 0 da gedir. 5-i də 30-a vuranda 150. Keçirəm Arzu xanımı tapıram. 500-ün 20%. Arzu xanım. Çünki 20% uşaq. Bölünür 100-ə. 2-0 gedir. O da 100. Keçirəm Kəmalə xanımı. %500-ün 25%. 5 də 5-in 25. 2 hatta 10, 12, 125. İlahə. İlahə hanım. Sevgiliyiz. %500'ün İlahə xanımda neçə faizdir? O da 25%'dir. Ona da yazıram. 500'ü 100'ə bölürəm. 100'lər gedir. O da 125. İndi nə oldu? İndi ay ərzində hansı ustanın yanına daha çox adam gəlmişdi? Baxın, bu 150'dir. Bunu 150 tapdım. Arzu 100'dür. Kəmalə 125'dir. 125. Ay ərzində hansı ustanın yanına daha çox müştəri gəlmişdi? Rəvanə. Ay ərzində Arzunun yanı neçə müştəri gəlmişdi? Baxın, yazmışam. 100 nəfər. Ay ərzində hansı iki ustanın yanı eyni sayda müştəri gəlmişdi? İlahə və Kəmalə. İndi deyir ki, ay ərzində Rəvanənin yanına gələn müştərilərin sayı, İlahənin yanına gələnlərin sayından neçə nəfər çox olmuşdur? 150'dən İlahə Rəvanədən az olmağı, Rəvanə neçə nəfər İlahədən çox insan yanına gəlmişdi. O da 25 nəfər. Keçirəm 8-ci tapşırığa. Səkkizinci tapşırığa baxırıq. 5A sinifində neçə nəfər alma sevir? Baxırıq. Meyvə haqqında aparılan sorğuda 5A sinifindən 25, buradan 25 nəfərdir. 5A sinifi. Baxın, elə bunun qarşısına yazın. Elə bilərsiniz ki, tək banandır o. Aha, buradan 25 nəfərdir. Buradan da 5B'dən 30 nəfər. Gəlin, 25 nəfərin 40%'ni tapaq. 5A sinifini yazırıq.
5A sinifində alma sevənləri 25'in alma 40%'ni 25'i 4'e vuranda ne eder uşaqlar? 100. Bir dənə də bu sıfırı saysa 1000. 1000'i də 100'ə bölürəm. 100'lə 100 gedir 10. Cavab nə oldu? 10. Demək, alma nə qədərdir? 10'dur. Neçə nəfər alma sevir? 10 nəfər. İndi keçirik burada deyil. 5B sinifində neçə nəfər alma sevir? Baxırıq. Almamız neçə faizdir uşaqlar? 50%'dir. 30'un 50%'i nə edir? 50% oldu ki yarısı da. 30'un yarısı nə elədi? 15. Demək, burada neçə nəfər oldu? 15. Hansı sinifdə banan sevən şagirdlərin sayı daha çoxdur? Banana baxırıq. Banan hansı sinifdə sevən şagirdlərin sayı daha çoxdur? Hansı sinifdə daha çoxdur? Bax, faizi çox olan demək orada daha çoxdur. O da hansı sinifdir? 5A sinifi. 5A. Hansı sinifdə armud sevən şagirdlərin sayı daha çoxdur? Hansı sinifdə armud sevən şagirdlərin sayı daha çoxdur? Baxın, armud burada 20%'dir. Burada isə 10%'dir. Hansı sinif oldu? Ən çox 5A sinifi. Hər iki sinifdə hansı meyvəni sevən şagirdlərin sayı eynidir? Hər iki sinifdə şagirdlərin sayı eynidir. Sevən. Hansı olur? Hər iki sinifdə hansı meyvəni sevən şagirdlərin. Gəlin bir-bir tapalım. Yirmi beşin 12%'ini tapıram. Gavalı tapıram. 5A sinifində gavalı. Gavalı yazın belə. 25'in 12%. Banan tapıram. 25'in 28%. Banan. Armud 25'in 20%. Ne oldu? Armud 5. 25'in 28%. 700 de 100'e bölende 7. 25'in 12%. 300 de 100'e bölende 3. Burada da neçə nəfər oldu? 3. Banan isə 7. Keçirik indi burada. İndi keçirik buna. 30 ədədinin 20%'ini tapıram. 5B. Gavalı. 30 ədədinin 20. Banan. 30 ədədinin 20%. 6. Burada da 6 nəfər oldu. Gavalı. O da 6 nəfərdir. İndi 30 ədədinin 10%'i 3 etdi. İndi deyir ki, hər iki sinifdə hansı meyvəni sevən şagirdlərin sayı eyni oldu. Demək, hər iki
Hər iki sinifdə eyni hansı meyvəni sevən şagirdlərin sayı baxın eyni oldu. Hər iki sinifdə hansı meyvəni sevən şagirdlərin sayı eyni oldu. 3 nəfər armud və gavalı. Hansı meyvəni sevən? Gavalı və armudun sayı eyni oldu.